Uşaqlar salam. Deməli bugün Şahin İbrahimovun RFM müsabiqəsinə hazırlaşanlar üçün test kitabından sınaq 6'nın izahına baxırıq. Sınaq 6'nın deməli birinci sualında uşaqlar gördüyünüz kimi bizə 3 dənə qab verilib. Birinin içərisində spirt, digərlərində 2 dənəsində isə su var və bizə deyir ki, qablarda verilmiş mayələrin üzərinə göstərilən maddələr əlavə olunduqda alınan qarışıqlardan hansı homogen deyildir? Uşaqlar, biz bilirik ki, tərkibi 2 və daha artıq saf maddədən ibarət olan sistemə qarışıq deyilir. Qarışıqlar iki cür olur: homogen və heterogen. Homogen qarışığın tərkibindəki komponentlər adi gözlə görünə bilmir. Yəni biz onları seçə bilmirik ki, orada neçə dənə maddə var onun içində. Amma heterogen qarışıqları adi gözlə seçə bilirik. Və siz də bilirsiniz ki, birinciyə diqqət etsəz, suyun üzərinə, daha doğrusu spirtin üzərinə su əlavə eləyir. Spirtlə su bu homogen qarışıqdır. Yəni eyni cinsli, eyni zamanda bir cinsli də deyilir buna, qarışıqdır və bu distillə suluyla ayrılır. Bu deməli homogen qarışıq oldu. Bir cavabı uyğun deyil bizə. Bizdən homogen olmayanı istəyir, heterogen istəyir. İkincidə kalsium karbonatdır. Uşaqlar, kalsium karbonatın formulu bu şəkildədir və bu çöküntü verən bir maddədir və bunun su ilə qarışığı da heterogendir. Çünki bu, belə deyim də, su ilə olanda bu qabın içərisində qalacaq. Kalsium karbonat çökəcək qabın dibinə və bu heterogen qarışıqdır. Biz bunu adi gözlə görə biləcəyik. Belə deyim də uşaqlar, elə bil ki, təbaşiri əzirsiniz əlinizdə, tökürsünüz suyun içərisinə. Bir müddətdən sonra baxırsınız ki, hamısı yığılıb qalıb stəkanın dibində. Yəni həll olmayıb. Bax, həmin o maddədə. Sonra benzol, uşaqlar, benzol üzvü maddədir. Formulu C6H6'dır. Bu da suda həll olmayan bir maddədir. Və bunun da deməli su ilə qarışımı heterogen qarışıqdır. Yəni homogen deyildi və homogen olmayan hansı oldu? 2 ilə 3, deməli 1 də oldu. Cavab D variantı. Sonra ikinci suala baxaq uşaqlar. İkinci sualda bizə 4 dənə belə bir qab göstərilib, təsvir olunub. Fikir versəz uşaqlar, birincidə 2 dənə fərqli deməli atomlar qeyd olunmuşdu. Baxın, qırmızılar verilib və bunun aşağısında da uşaqlar qaralar göstərilib. Bu heterogen qarışıq deməkdir. Deməli 2 dənə fərqli maddə var bunun içərisində. Baxın, bu aşağıda qalıb qara, qırmızı isə yuxarıdadır. İkinci qabın içərisində eyni renkli, eyni ölçülü atom, yəni maddə var burada, maddə atomları var. Demək ki, üzr istəyirəm, bir dənə kimyəvi elementin təsviri verilmişdi. Üçüncüdə isə uşaqlar, deməli qara, qırmızı, yəni baxın bu şəkildə, belə deyək də, sonra da qırmızı ilə çəkək. Baxın, belə bir formada verilmişdi bizə. Bu isə uşaqlar heterogen qarışıqdır. Üzr istəyirəm, homogen qarışıqdır. Niyə? Çünki bax, fikir verirsiniz, hamısı bərabər şəkildə bir-birinə aralıqda paylanıb. Yəni baxanda elə bilirik ki, bu eyni bir şeydir, amma görürük ki, yox, fərqli rənglərdir. Amma dördüncüdə isə uşaqlar görürsünüz, ağla qırmızı bir-birinə bitişik şəkildə çəkilib və bu da bir kimyəvi birləşmədən söhbət gedir. Demək ki, burada nə oldu uşaqlar? İndi gəlin baxaq. Bizə deyir ki, birinci A'da deyir ki, kimyəvi elementdir. Biz dedik ki, 2 kimyəvi element idi. İkinci qabı dedik, kimyəvi elementdir. Sonra kimyəvi birləşmədir. Biz dedik ki, 4-cü qabda kimyəvi birləşmə var. Buna B-ni yazın. Sonra dedik, homogen qarışıqdır. Biz bunu deməli 2'ye demişdik ki, daha doğrusu ikinci qaba demişdik ki, ikinci qaba homogen qarışığı 3-cü qaba demişdik. Demişdik ki, 3'də deməli C variantı homogen qarışıqdır və kimyəvi element olan da 4'dədir. 4'də də nə deyək buna? 2 deyəydim. Mən deyəsən variantları düz getmədim, nəyəsə qarışdırdım uşaqlar. Baxın, 1'də
bir də heterogen qarışıqdır. Qoyun belə deyim, bir də heterogen qarışıqdır. 2 də belə verək biz bunu. 2 də kimyəvi elementdir. Bəli. 3 də homogen qarışıqdır. Bir-birinə bərabər paylanıb. 3 də homogen qarışıqdır. 4-də də ki, 4-də də olacaq. Deməli, kimyəvi birləşmədir. Deməli, 1D, 2A, 3C, 4B oldu D variantı. Bunun da cavabı oldu D variantı. Sonra üçüncü sualda bizdən nə istəyir? Üçüncü sualda bizə deyir ki, uşaqlar, Euler-Venn diaqramı verilib və 1, 2, 3 göstərilib. Uşaqlar bizə birləşmə verib və homogen qarışıq verib. Belə deyim də uşaqlar, birləşmələrlə qarışıqların bir neçə dənə fərqi var. Birincisi, birləşmənin tərkibində eyni element, daha doğrusu eyni molekullar olur. Eyni molekullar. Amma qarışığın tərkibində müxtəlif molekullar ola bilər. Müxtəlif molekullardan təşkil oluna bilər. Kimyəvi birləşmələr uşaqlar, belə deyim, istənilən qədəri, yəni müəyyən bir nisbətdə götürülməlidir. Onun tərkibinin, komponentlərinin sayı miqdarı. Amma qarışıqlarda istədiyimiz qədəri. Məsələn, sadə bir misal çəkimdə adam var ki, adi qarışığa, yəni homogen qarışığa nümunə adi şirin çay. Hər səhər etdiyimiz şirin çaydır. Adam var ki, 1 qaşıq tökür. Adam var ki, 3 qaşıq tökür. Yəni, heç kim deyə bilməz ki, yox, mütləq şəkildə 3 tökülməlidir. Yəni, istədiyimiz miqdarda götürə bilirik biz qarışıqların tərkibindəki komponentin sayını. Sonra qarışıqlar xassələrini qoruyub saxlayırlar. Amma kimyəvi birləşmə əmələ gələndə yeni bir xassə yaranır. Yəni başqa əvvəlki tutalım qaz halındaydısa, alınan birləşmə maye haldadsa, yəni onun öz xassəsi olur. Daha sonra qarışıqları fiziki üsullarla ayıra bilirik, amma kimyəvi birləşmələr kimyəvi üsullarla ayrılır. Fiziki üsullarla ayrıla bilmir. İndi gəlin baxaq. Deməli, A-da deyir ki, eyni növ molekullardan ibarətdir. Eyni növ molekullardan ibarət olan biz dedik ki, deməli, bu olacaq kimyəvi birləşmə. Sonra, müxtəlif növ atomlardan ibarətdir. Bu hər ikisinə aid ola bilər. Məsələn, mən yazıram H2O. Bax, müxtəlif növ atomlardan ibarətdir. Bir də deyirəm ki, hava. Havanın tərkibində azot var, oksigen var, karbon qazı var, su buxarı var. Yəni, bu da müxtəlif növ atomlardan ibarət ola bilər. Bu hər ikisinə aiddir. C-də deyir ki, tərkibində elementlər fərdi xassələrini itirir. Bəli, dedim axı. Məsələn, adicə ayışalara fikir verin. Suyun alınma reaksiyasını yazıram. Hidrogenlə oksigen qaz halında su gəlir, maye hala çevrilir. Yəni, xassəsini itirdi də. Bu aid olacaq nəyə? Birinciyə, C. Sonra, fiziki üsullarla tərkib hissələrinə ayrılır. Təbii ki, bu qarışıqlara aiddir. Fiziki üsullarla ayrılır. Sabit fiziki xassələrə malik uşaqlar, bu aiddir nəyə? Deməli, birləşməyə biri aiddir və istənilən nisbətdə birləşir. Bayaq ki, şirin çay söhbəti ki, bir adam var 1 qaşıq tökür, adam var 3 qaşıq tökür. Deməli, cavab oldu A, C, Y, B, D, F. Variant varmı? Xeyr, variant yoxdur burada. Açıq sual şəklində verilib. Baxaq 4-cü sualımıza. 4-cü sualımızda uşaqlar, deməli, X elementi verib. X elementi elektronu verib 6 müsbət, sonra kütlə ədədini verib 32, üzr istəyirəm. Elektron sayını 10 verib burada. Elektron sayını 10 verib. Deməli, Ayşalar, bu 6 dənə elektron verərək, 6'sını verərək 10 elektrona gəlibsə, bunun 16 protonu var imiş. Bu X-də. Y üçün yazsaq, Y-də deməli 3 mənfidir və kütlə ədədi 31'dir. Elektron sayında göstəriblər 18. Bu üçünü alıb 18 olubsa, deməli bunun 15 protonu var imiş. Sonra Z-də uşaqlar, deməli 3 müsbət verib yükünü, kütlə ədədinə 56 verib, elektron sayındakı 23 verib. Bu üçünü verib 23 elektron olubsa, deməli bunun proton sayı 26 imiş. T'də
Uşaqlar, deməli 2 müsbət verib, kütlə ədədi 24-dür və elektron sayını 10 verib. İkisini verib 10 olubsa, demək ki, bunun protonu 12 imiş. İndi ay uşaqlar, məndən nə istəyir bu? Deyir ki, hansı atomlarda neytron sayları bərabərdir? Neytron sayı bərabərdir. Baxın uşaqlar, buradan 32-dən 16-nı çıxdım. Burada 16 neytron var. X üçün nəzərdə tutdum bunu. 56-dan 26 çıxdım. Burada 30 neytron var Z-də. 31-dən 15 çıxdım. 16 neytron qaldı. 24-dən 12 çıxdım. 12 neytron qaldı. Deməli, X ilə Y-in neytron sayları bərabər imiş. Cavab da oldu A variantı. Baxırıq 5-ci suala. 5-ci sualda uşaqlar mənə deməli CnHmO2 formulu verilib və mənə deyir ki, birləşmədə element atomlarının say nisbəti uyğun olaraq 2-nin 4-ə, 4-ün 1-ə nisbətində verilib və proton sayını müəyyən elə. Mən baxanda artıq mənə bəlli olan tərəf bu 2-nin 4-ə, 4-ün 1-ə tərəfidir. Və burada da görürəm ki, oksigende 2 dənə atom var. Demək ki, elə mən bunu 2-yə vuraraq yüksəltsəm, burada 2 olacaq, burada 8 olacaq, burada 4 olacaq. Yəni, mənim formulum ay uşaqlar C4H8O2-dir. İndi burada proton sayını hesablamağa nə var ki? Gəlin davam eləyək. Karbonu bax orada məsələmizin şərtində artıq proton saylarını hazır veriblər. 6-nı vururam 4-ə üstə gələk. Hidrogenin 1-dir. 1-i vurdum 8-ə üstə gələk. Oksigenim 8-dir. 8-i də vururam 2-yə. Bərabər oldu nəyə? 6-nı 4-ə 24. Üstə gəl 8. Üstə gəl 16. Bu da eləyəcək. Nə qədər? 42. Oy, 48, üzr istəyirəm, 48. Deməli, cavab oldu. Nə variantı? Bir dəqiqə uşaqlar, baxaq görək. Variantı görə bilməm. Yuxarı qaldırım. Aha, 48 A variantıdır burada deməli. 6-cı sualda nə istəyir bizdən? 6-cı sualda bizə deyir ki, kimyəvi birləşmələr üçün hansı doğru deyil? Bayaqlar kimyəvi birləşmələrlə qarışıqların fərqini biz demişdik. Deməli, kimyəvi A-da deyir ki, əmələ gələrkən istənilən nisbətdə birləşir. Elə səhv budur da, kimyəvi birləşmə istənilən nisbətdə birləşə bilməz ki, sizə bayaq sadə bir misal çəkdim ki, məsələn, hidrogen üstə gələk, oksigen alınır su. Uşaqlar, bunu əmsallaşdırsam, 2, 2 bu şəkildə yazacağım. Yəni, burada hidrogenlə oksigen 2-nin 1-ə nisbətində birləşir. Mən bunu götürüb 5-in 2-yə, 3-ün 5-ə və yaxud da hansısa bir istədiyim bir nisbətlə birləşdirə bilmərəm. Ona görə də burada elə A variantı yanlışdır. Gəlin bir dənə digər variantlara da baxaq. Deyir, kimyəvi yolla tərkibindəki elementlərə ayrıla bilər. Bəli, suyun parçalanmasından, kimyəvi yolla suyu parçalayıram, təkrardan hidrogenə və oksigenə ayırıram. Bu doğru. Sabit fiziki xassələrə malikdir. Bəli, uşaqlar, kimyəvi birləşmələr saf maddələrdir. Saf maddələr sabit fiziki xassələrə malik olurlar. Tərkibindəki elementlər öz xassələrini saxlayır. Tərkibindəki elementlər öz xassələrini saxlayır. Elementlərdən söhbət gedir. Hə, elementlərin xassələri qalır öz yerində. Bəli. 7-də nə deyir? Aşağıdakı verilmiş maddələrdən hansının su ilə qarışıq suspensiyadır? Demək, baxın uşaqlar, var homogen qarışıqlar, heterogen qarışıqlar. Homogen və heterogen. İndi baxın, var həqiqi məhlul, həqiqi. Bir də asılqan. Bax, həqiqini yazdım homogenin altından, asılqanı yazdım heterogenin altından. Homogen adi gözlə görünə bilməyən qarışıqdır. Həqiqi də eynidir. Yəni, bunun tərkibi adi gözlə görünə bilmir bu məhlulun. Heterogen tərkibi görünə biləndir. Asılqan da 2 cür olur. Var emulsiya, emulsiya. Bir də var suspensiya. Suspensiya. İndi baxın ay uşaqlar. Emulsiya nədir? Bu tərkibindəki M-ni yol tutaraq gedin ki, maye üstəgəl maye qarışığı. Maye qarışığıdır, amma o iki mayeni bir-birindən seçə bilirik biz. Məsələn, su üstəgəl neft, su üstəgəl kerasin, su üstəgəl benzin, yəni su üstəgəl yağ. Yəni, bax, görürük də, yağı ayırt eləyə bilirik suyun tərkibindən. Suspensiya nədir?
maye, bərkin birləşməsi. Maye üstəgəl bərk. Həll olmayan bərk, suda həll olmayan. Çünki ben dedim axı heterogendir. İndi axtaraq görək burada hansı olacaq? Təbii ki C variantı. A variantı neft emulsiya olacaq. Benzol emulsiya olacaq. Metanol deməli burada homogen olacaq. Amma kalsiyum karbonat, bayaqları demişdim ki, eyni zamanda bu təbaşirin formuludur. Bu çöküntü verən maddədir və bərk maddədə həll olunur. Biz bunu adi gözlə tərkib hissələri, yəni bunu içini görə bilərik. Bu belə. Digər sualda nə istəyir bizdən? 8-ci sualda. 8-ci sualda deyir ki, mənə deməli, belə bir reaksiya verib, X-dir, Y üstə gələk, Z alınır və X-in molekulunda, baxın ha, iki müxtəlif elementin atomu var. İki müxtəlif elementin atomu. İndi buna əsasən verilənlərdən hansı deyir səhvdir? Tamamilə səhvdir özdə. Baxaq. Deməli, uşaqlar, X kimyəvi birləşmədir. Bəli də, birləşmədir də bu. Düzdür bu. Y kimyəvi elementdir. Ola bilər. Məsələn, uşaqlar, gəl deyək ki, tutalım ki da, biz bunu parçalayaq, tutalım civə oksidi verək. Alınır buradan, civə üstə gələk O2. Bax, Y kimyəvi element oldu. Bu da kimyəvi element oldu. Z kimyəvi birləşmə. Birləşmə. O da ola bilər. O da alına bilər. Məsələn, mən bunu götürmədim element kimi, mən bunu götürdüm. Tutalım ki, məsələn, kalsiyum karbonatı parçaladım. Aldım burada kalsiyum oksid üstə gələ CO2. Hə də kimyəvi birləşmə də ola bilər də bu. Sonra X deyir kimyəvi elementdir. Bu indicə bunu dedik ki, bu kimyəvi birləşmədir. Mən bunu kimyəvi element versəm, məsələn deyirəm, kalsiyumu verdim. Mən bundan parçalayıb nə ala bilərəm uşaqlar? Heç nə. Elə yanlış olanı budur da. 5-də nə istəyir? Y kimyəvi birləşmədir. Y bax, kimyəvi birləşmə də ola bilər. Z kimyəvi elementdir. Allah, burada da Z kimyəvi element kimi vermişəm. Demək ki, yalnız 4 tamamilə səhv olan bir cavabdır. O da oldu B variantı. 9-da nə istəyir məndən? Aşağıda verilmiş maddələrin hansının suda həll olması temperaturu artanda artır. Yadınızda saxlayın ki, bərk maddələrdə suda həll olma temperaturu artanda artır, bərklərdə. Təzyiq artanda qazların suda həll olması artır. Temperatur artanda qazların suda həll olması azalır. İndi nə istəyir məndən? Temperatur artanda artanlar istəyir. Bu da təbii ki A variantı. Kalium 2 SO4 də duzlu, bərk haldadır. Natrium nitrat da duzlu, bərk haldadır. Bunların ikisinin də suda həll olması temperaturu artanda artacaq mənim balalarım. 10-cu sual nədir? Bu onu mən nətər tutum ki, Allah'a da xoş getsin, bəndəsinə də. Deməli, onda uşaqlar belə bir qrafik verilib. Qrafik verilib. İndi baxın. Xəttin biri yuxarı gedir, biri isə aşağı gedir. Bax bu şəkildə. Və fikir verirsiniz, bir nöqtədə bunlar kəsişiblər. Bu da bu şəkildə gəlib. Burada 50 yazıb, burada A yazıb. Bunun yuxarısı X-dir, bu da Y-dir. Və gətirib elə bil ki, buradan da bax bu şəkildə 50-ni qeyd edib, buradan da C-ni qeyd edib. Burada verib həll olma, burada verir temperatur. İndi baxaq nə istəyir məndən. Dayanın, bir dəqiqə düzəldəcəm inşallah Allahın izni ilə. Hə, deməli uşaqlar mənə nə deyir? Mənə deyir ki, bu qrafikdə A temperaturunda deməli bu bizim 10-cu sualımızdır da, düzdürmü? Hə. Bu qrafikdə A temperaturunda X və Y maddələrin həll olmaları eynidir. Baxın uşaqlar, X-im də, Y-im də bu xəttdə kəsişirlər. Demək ki, eynidir də. Kəsişirlərsə, bəli, bu məndə eyni olacaq. Bu doğrudur. Hansı doğrudur deyir. İkincidə deyir ki, X maddəsi kalium nitratdır. Bəli, bax, verib ki, qrafikə kalium nitrat heç nə verməyib. Amma mən bilirəm ki, kalium nitrat bərk maddədir və bərk maddə
deməli duzdur. Temperatur artanda deməli onun həll olması artacaq və bu da üzü yuxarıya doğru gedib. Demək ki, bu kalium nitrat ola bilər. Bu da doğrudur. 2 də doğrudur. 3-də deyir ki, Y maddəsi hidrogen xloriddir. Uşaqlar, hidrogen xlorid qaz halındadır və fikir verin. Bu xətt aşağı. Oy Allah, nə pis çəkdim. Bu xətt, bu xətt aşağıya gəlir. Görürsünüz, azalandır. Yəni temperaturda deməli bu azalan verilibsə Y maddəsi hidrogen xloriddir. Bəli, bu da doğrudur. Temperatur artıb. Görün 50 dərəcədədir. Deməli bu hidrogen xloriddir. Sonra nə istəyir? 2, 3 də doğru oldu. 4-də nə deyir? 4-də deyir ki, A böyükdür C-dən. A C-dən böyük ola bilməz. Baxın, A maddəsi. Bu deməli 50 dərəcədədir. Bu da C-dir. Demək ki, bu C-nin qiyməti artıqdır A-dan. Bu səhv cavabdır. Və 5-də deyir ki, A temperaturunda 200 qram suda ən çoxu 100 qram maddə həll olub. İndi baxın uşaqlar, mən görürəm ki 200 qram suda deməli 50 qramı həll olubsa, bunu indi 100 qramla götürəndə, 50 ilə götürəndə daha doğrusu, bəli, mən də görəcəm ki, orada verib ki 100 milli suda, cədvəldə 100 milli suda. Deməli 100 milli suda 200 qram həll olursa əgər, 200 qram həll olursa, 100 qramı nə qədərdir? 200 qram 100 milli suda həll olursa, deməli 50-si daha doğrusu nə qədərdir həll olar? O da olacaq uşaqlar, elə doğru verilib də 100 qram olacaq. Çünki məndə burada 50 göstərilib, baxın, burada 50 göstərilib. Ona görə də bu elə 100 qram maddə eləyəcək. Aydındırmı? Demək ki, burada 1, 2, 3 və 5-ci cavablar doğrudur. Bu da elədir A variantı. Deməli, 6-cı sınavımızın da sual izahı bu qədər.